Bunu sonra başa salacağıq, bura bir də gələcək və tell. Burada da tell olacaq. Bu ikisində nə üçün bu formadadır? S-lər əlavə olunur. Bunları sonra əlavə edəcəyik. Takes. Burada da həmçinin S əlavə olundu. Bunu hələlik yadımızda saxlayırıq. Bu dərsimizə qayıdacağıq. I go. Mən gedirəm. Azərbaycan dilində deyirik, mən məktəbə gedirəm. İngilis dilində isə deyirik, mən gedirəm məktəbə. Bunu unutmayın zəhmət olmasa. I go school. Burada mən gedirəm məktəb əmələ gəldi. To söz ünlüdür. Bizdə Azərbaycan dilində məktəbə şəkilçisi var. Məktəbə. Buyurun baxın. Məktəbə. Həmin bu şəkilçi İngilis dilində qarşıda durur. Bu şəkilçilərdən çoxdur və bunları da biz sizinlə əlavə bir dərsimizdə yenə də vaxtımız çatdı. Bugün çatmasa növbəti dərsimizdə bunlara deyirlər preposition sözünləri, bunları sizinlə öyrənəcəyik. I go to school. Hazırki mərhələdə mən sizə deyirəm ki, to burada A şəkilçisidir. Məktəbə və sözün önündə durur. You speak well. Necə danışırsan? Yaxşı danışırsan. Burada bir qaydaya nəzarətinizi çatdırıram. Hərəkətin yaxşılığı, necəliyi, tərzi